Mezoid və enoid dövrlərinə aid oxşar cəhətlər. Ana xaqanlığının mövcud olması. Ana xaqanlığı üst paleoid dövründə yaranıb və erkən tunc dövrünə qədər davam edibdir. Ona görə də oxşar cəhətdir. Təsərrüfatda və məişətdə yalnız daş alətlərdən istifadə olunması, enoid dövründə artıq mis alətlərdən də istifadə olunurdu. Ona görə də oxşar cəhət deyil. Ovçuluq və balıqçılığın əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsi olması. Mezoid dövründə əkinçilik və maldarlıq hələ yeni yarandığına görə əsas məşğuliyyət sahəsi ovçuluq və balıqçılıq idi. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsi olubdu enoid dövründə. Yəni mezoid dövründə əsas məşğuliyyət idi yenə də. İnsanların duluzçuluqla məşğul olması bu neolit dövründən başlanılıbdır. Ona görə də oxşar cəhət deyil. Qəbilə icmasının mövcud olması qəbilə üst paleoid dövründən yaranıbdır. Erkən tunc dövrünə qədər də davam edibdir. Ona görə də oxşar cəhətdir. Cavab 1-5. Eramızdan əvvəl 719-cu ildə Asuriya hökmdarı 2. Sarqonun Mannaya hücumunun nəticələrinə aid deyil. Aid olmayanları götürəcəyik. Üsyancı şəhərlər və vilayətlərin məğlub edilməsi bu aiddir. Ərazi və şəhərlərin İranzunun hakimiyyətinə qaytarılması bu da aiddir. Zikertu və bir neçə Manna vilayətinin Asuriyaya ilhaq edilməsi belə bir məlumat yox idi. Ona görə də aid deyil. Mannanın şimal vilayətlərini qarət edərək 22 Manna qalasının ələ keçirilməsi, ümumiyyətlə 22 Manna qalasını ələ keçirən Asuriya yox, Urartu dövləti olubdur. Ona görə də bu da aid deyil. Cavab 3-4. Böyük Səlcuq sultanı Alp Arslanın hakimiyyəti dövrünə aiddir. Alp Arslan 1063-1072-ci illərdə hakimiyyətdə olubdur. Şirvanşahlar dövlətinin Səlcuq sultanının ali hakimiyyətinə qəbul etməsi. Bu 1066-cı ildə baş veribdir və Alp Arslanın hakimiyyəti dövrünə aiddir. Cavab A-bəndi. Digərlərinə də baxaq. Şəddadi hökmdarı Əbləsar Şaru ilə anlaşma bağlanması bu 1054-cü ildə baş veribdir. 1-ci Soğurun hakimiyyəti dövründə idi, aid deyil. Rəvadi hökmdarının müqavimətsiz tabi olub xərac ödəməyi öhdəsinə götürməsi, rəvadilərin tabi olması da 1054-cü ilə aiddir. Tiflis müsəlman əmirliyinin Səlcuq dövlətinə tabi edilməsi bu da 1054-cü ildə baş vermişdi. Rəvadilərlə birlikdə Bizans, Gürcü və Erməni hərbi qüvvələrinin məğlub edilməsi bu şəddadilərlə birlikdə olmuşdu və 1048-ci ildə baş vermişdi. Bu da aid deyil. Cavab A bəndi.